Təşəkkür salam dostlar. Bugün belə bir misalımız var. Deyir ABS düzbucaqlısında AY DY perpendikulyardır, BY 4'dür, YS 9 olarsa AB-ni, yəni yan tərəfi tap deyir. Gəlin tapaq. Yəni bura biraz sadə yazaq deyə bura bir dənə x deyək. Təbii ki, burada x deyə məlum məsələdir. Bura 4-dür, bura 9-dursa, burada bilirsiniz də bunların cəmidir. Çünki eyni tərəfdilər. Düzbucaqlının qarşı tərəfləri bir-birinədirlər, bərabərdirlər. Bura 4 və 9-dursa, burada neçə eləyəcək? 4 ilə 9-un cəmi neçə? 13. Burada oldu 13. İndi gəlin biz bu x-ə nəzərən bunları tapmağa çalışaq. Pifaqor teoreminə görə burada da bilirik ki, nədir? Düzbucaqlıdır. Pifaqor teoreminə görə bu tərəf nəyə bərabərdir? X-in kvadratı plus 4-ün kvadratına. Bax, kök altda x-in kvadratı plus 4-ün kvadratda neçə eləyir? 16. Bura oldu bu. Digər tərəf neçədir bəs? Bu tərəfdə olur kök altda x kvadratı plus, yaxşı görsənmir deyəsən, plus 81. Bu tərəfdə oldu bu. Hə? Elədi, elədi. İndi davam eləyək. Bundan artıq hər şeyimiz var da. Burada düzbucaqlıdır. Yazaq. Bu tərəfin kvadratı. Bu tərəfin kvadratını tapanda nə olacaq? Köklər gedəcək, qalacaq sadəcə olaraq x kvadratı plus 16 plus digər tərəfin kvadratı. Burada da kök həmçinin gedir. Bərabərdə digər tərəfin kvadratına, yəni 10-un kvadratına 169-a. Elədi 2x kvadratı bərabərdir 169 çıxılsın 16 çıxılsın 81. 2x kvadratı bərabərdir 72-yə, x kvadratı bərabərdir 36-ya. Nəyin kvadratı 36 eləyir? Təbii ki, 6-nın. Cavabımız neçə oldu? 6. Baxın, burada belə bir misalımız var. Baxaq görək həllini kim tapa bilər. Çox sadə bir sualdır. 252-ci sual.